Salam, hər vaxtınız xeyir olsun. Mən Həcər müəllimə ABC Akademinin təqdim etdiyi sınaq 5-in izahı ilə davam edirik. Sxemdə bir kişidə X və Y xromosomları üzərində yerləşən bəzi genlər verilmişdir. Fenotipləri verilən qız övladlarından hansı bu kişinin övladı ola bilməz və mutasiyanın baş vermədiyini qeyd edir. Bilirik ki, ata öz qız övladına ötürəcəyi xromosom X cinsi xromosomudur. Ona görə də biz X cinsi xromosomu üzərində yerləşən genlərə baxmalıyıq. X xromosomu ilə Y xromosomunun homoloji olan hissəsində olan genlər X-də də rast gəlinə bilər, Y-də də rast gəlinə bilər. Amma biz əgər atanın qıza ötürdüyünü müəyyən eləmək istəyiriksə, o zaman homoloq olmayan hissəsinə baxacağıq X cinsi xromosomunun. Və bu hissədə görürük ki, e, böyük T geni və kiçik K geni vardır. Əgər bu kişinin ailə qurduğu qadın X xromosomuna görə, məsələn, atanın böyük T, kiçik K-nı yazırıq. E, Bu bir dənə X-a malik olduğuna görə bu cürdür. Qadında isə bu cüt olduğuna görə bunun qarşısına kiçik T də ola bilər və böyük K geni də gələ bilər. Biz demək əsas götürəcəyimiz hissə T və K genləri olmuş olacaq. Fenotip verilir deyir. Böyük T, böyük T, böyük T, böyük T. Hamısında böyük T verildiyinə görə bunlar bu qız övladında dünyaya çıxa biləcəkdir. Çünki əgər anadan kiçik T genini alsa belə, atada olan T geni böyük olduğuna görə həmin qız övladında böyük T, kiçik T yanaşı gələrsə, yenə də böyük T fenotipini verməli idim. Və yaxud da atada kiçik K-dır, anada da həmin hissədə kiçik K olarsa, kiçik K fenotipi biruzə verəcək. Anada böyük K geni olarsa, onda böyük K geni biruzə verəcək. Demək, T-lərdə bir dənə istisnamız olur. Ona görə ki, T'lər yalnız böyük T fenotipində meydana çıxmalıydı. Kiçik T'lər görüşübsə əgər, deməli T'nin biri atadan, biri anadan gəlməli kiçik T genlərinin və bu da kiçik T fenotipli olmalıydı. Ona görə də düzgün cavabımız olacaq B variantı. İkinci sual, diploid xromosom sayına malik olan fərqli hüceyrələrə aid mərhələlərin hansının meyoz bölünməyə aid olduğunu mütləq şəkildə söyləmək olar. Birinci şəklə baxırıq, metafaza mərhələsidir. Xromosomlar ekvator boyunca bir cərgədə düzülüb və hər xromosomun sentromer hissəsinə hər qütbdən bir vətər teli birləşib. Yəni bir xromosom iki vətər teli birləşib. Bu halı biz görə bilərik mitozun metafazasında, bir də meyozun ikinci metafazasında görə bilərik. Yəni mütləq mitoz və yaxud da meyoz olduğunu əminliklə demək olmadı. İkinciyə baxırıq. Xromosomlardan 3-ü yuxarı, 3-ü aşağı çəkilir. Deməli, 3 dənədirsə əgər xromosom, o zaman bu bunun haploid sayıdır. Və haploid xromosomların 3-ü yuxarı, 3-ü aşağı çəkildiyinə görə bunun meyoz olduğunu dəqiq demək olar. Çünki diploid orqanizmlərdə xromosomların sayı tək olmaz. Üçüncüdə homoloji xromosomlar cüt şəkildə ikiləşmiş bütöv xromosomlar qütblərə çəkilir. Bu birinci anafaza mərhələsidir. Mütləq şəkildə meyozdur. Dördüncü şəkildə isə xromatidlər qütbə çəkilir. Bu ikinci anafazada ola bilər, meyozun ikinci anafazası və yaxud da mitozun anafazası da ola bilər. Ona görə dəqiq mitoz və yaxud da meyoz olduğunu demək olmaz. Düzgün cavabımız B variantı olacaq. Üçüncü sual, insanda X cinsi xromosomu ilə ilişik olan dominant bir genlə ötürülən əlamət haqqında hansı fikirlər doğrudur? X cinsi xromosomunda dominant keçər, məsələn, böyük niyə yazdım? Böyük A yazaq da ki, dominant bir əlamətdir. O zaman qadın buna görə böyük ya ola bilər. X böyük ya, X kiçik ya ola bilər. Bir də X kiçik A-lar ola bilər. Kişi isə olacaq X üstü böyük A, Y, X kiçik A, Y. Bu əlamət qız uşaqlarına həm ana, həm də ata tərəfindən ötürülür. Əgər X cinsi xromosomunda yerləşirsə, valideynlərdən hər ikisi X cinsi xromosomuna malikdir. Ona görə bu doğrudur. Qız uşağı bu əlamətə göstərə bilməsi üçün homozigot olmalıdır. Tam dominant əgər əlamətdirsə, homozigot və heterozigot vəziyyətdə özünü göstərə bilər. Ona görə göstərə bilməsi üçün homozigot olması yanlışdır. Bu əlamətə sahib bir qadın resessiv əlamətli bir uşağının doğulma ehtimalı
yoxdur. Doğulma ehtimalı ola bilər, resessiv bir əlamətə malik. Əgər kişidə də həmin X cinsi xromosomunda o əlamətə rast gəlmək olarsa, ola bilərdi. Ona görə düzgün cavabımız sadəcə 1 A variantıdır. Dördüncü sual, eyni ekosistemdə olan canlılar arasında qida əlaqələri verilmişdir. Bu sxemə görə verilənlərdən hansı doğrudur? Gənclər, öncəliklə onu qeyd edeyim ki, bu tip suallarda ən rahat yolu nədir, nəyə baxmalısınız? Birinci, ən çox ox kimə gəlirsə, o redusentdir. Redusent parçaladığını kimə veribsə, o produsentdir. Yəni redusent minerallaşdırır, gübrə şəklində torpağa qatır. Həmin o mineral maddədən də istifadə edib üzüm maddə hazırlayanda olacaq produsent. İndi burada oxların ən çox gəldiyi hərf S-dir. Deməli, S burada redusentdir və S parçaladığı məhsulu O-ya verib, O olacaq produsent. Produsenti kim yeyirsə, o birinci konsumentdir. Onu yedi P, P birinci konsumentdir. Onu yedi V, V birinci konsumentdir. Onu yedi T, T birinci konsumentdir. P'ni yedi R, R ikinci konsumentdir. V'ni də yedi R, deməli R ikinci konsumentdir. Və bunlar hamısı öldükdən sonra C tərəfindən parçalanır. Bu da olacaq redusent idi. Verilənlərdən hansı doğrudur? O produsent canlıdır. Biz də qeyd etdik ki, o produsent canlıdır. S saprofit canlıdır. S parçaladı, qarışdırdı torpağa. Demək S saprofit canlıdır. T və R ətlə qidalanan canlıdır. R ola bilər ətlə qidalansın. T amma birinci dərəcəli konsument olduğuna görə otla qidalanır. P və V otla qidalanan canlılardır. P və V birinci dərəcəli konsument olduqlarına görə otla qidalanırlar. Düzgün cavabımız olacaq D variantı. 5. Uyğunsuzluğu müəyyən edin. Sümük toxuması ordovikdədir. İynə yarpaqlı bitkilər daş kömürdədir. İlk məməlilər triasdadır. Göbək ciyəsi əsl məməllərdə təbaşirdə yaranmışdır. Dişlərin ixtisaslaşması daş kömür deyil. Perimdə meydana çıxmışdır ki, cavabımız olacaq Y. Cümlələri doğru olaraq tamamlayın. Cümləni daha doğrusu. Parapiteklərin meydana çıxdığı geoloji dövr paleogendir. Paleogen dövrüdür. Başayaqlı molluskaların bir çox qrupları yox olub, elə budur. Arxeopteryx meydana çıxdı Yura. Süni seçmə yarandı Kaynozoin antropogen dövründə. Örtülü toxumlar təbaşirdə, toxumlu qıcıların yox olması da Triasdadır. Bir dənə paleogenda meydana çıxacaq burada A variantı. 7. Tərkibində 70 adenin nukleotidi olan DNT molekulunun ikiləşməsi zamanı ayrılan və əmələ gələn hidrogen rabitələrinin cəmi 690-dır. Əgər X qədər hidrogen rabitəsi varsa, qırılan rabitələr X qədərdir. Əmələ gələn hidrogen rabitələri dedikdə isə bir molekulun parçalanmasından ikisi yaranır, özünün ikiləşdirməsindən və onların hər birində X olanda 2X qədər də əmələ gələn olacaq. Toplam parçalanan və əmələ gələn rabitələrin sayı 3X-lə işarə edərik. Bir də təzədən deyirəm, DNT molekulunda X qədər hidrogen rabitəsi var. Bu molekulu özünü ikiləşdirəndə 2 molekul yaranır. Hərəsində X qədər XX. 2 dənə molekulun hərəsində X qədər rabitə olanda 2X qədər rabitə yaranmış olur. Bu üçünün cəmi qırılan və əmələ gələn cəmi olacaq 3X. 3X bərabərdir 690-a. X də bərabərdir 230. Deməli, 230 rabitədir. O zaman 230 hidrojen rabitəsi 1 molekulda var. Hidrojen rabitələri bərabərdir 2 adenin üstə gəlsin 3 guanindən hesablayaq. 230 bərabərdir adenin sayı 90. Nədir bu? 70 verib. 70-i 2-yə vuranda 140 üstə gəlsin 3x eləyər. 3 guanin olsun. 240-dan 230-dan 140-ı çıxanda 90 bərabərdir 3 guaninə. Guaninin sayı bərabər olacaq 30. Onda sitozin də bərabər olacaq 30. Adeninin sayını verib 70, timinin sayı da olacaq 70. Burada toplasanız 200 nukleotid vardır. 200 nukleotidin İkiləşmədən əmələ gələn bir DNT molekulunda istəyir. Pentoz və fosfat qalıqları arasında əmələ gələn rabitələrin cəmi. Bunu 2N çıxılsın 1 düsturu ilə
Bir zəncir üçün yazaram. E, bir zəncir üçün yazaram. İndi gəlin baxaq buna. Bu məsələn bir nukleotiddir. Bu da bir nukleotiddir. Məsələn, bu da olsun üçüncüsünü çəkirəm bax. Bunların deməli karbohidrat və fosfat arasındakı rabitələrini hesablayıram. Yox, bunu biraz aşağıya çəkdim. Məsələn, bax buradan bura birləşib, buradan da bura. 3 nukleotidin arasında 1, 2, 3, 4, 5 rabitə var. Yəni nukleotidlərin sayını 2'ye vurup 3'e vurup nukleotidlərin sayını necə bir düstur çıxartsam buna acaba? 3 nukleotidi 2'ye vursam 1 çıxsam, hətta düzdür də 2'nin çıxılsın 1 qədər. Yəni 3 nukleotidin arasında 3 vurulsun 2 çıxılsın 1 qədər. 3 vur 2 6 çıxanda biri 5. 5 dənə rabitə. Mən də elə çəkdim. 1 2 3 4 5. 2'nin çıxılsın 1 qədər rabitə var. Bizim cəmi 200 nukleotidimiz varsa 200 vurulsun 2 çıxılsın 1 qədər. Bir zəncir üçün 100'ə vuraram. Bir zəncir üçün 100'ə vuraram. 200 çıxılsın 1 100 neçə eləyir? Toplayamayacağım. 200'dən çıxanda 199. Allah haqqı toplayamıram. Bir zəncir üçün bu qədər olar. Digər zəncirdə, hər zəncirdə, mənim bu saydığım, göstərdiyim isə bir zəncirə aiddir də. 200 nukleotidin 100'ü bir zəncirdədir, 100'ü bir zəncirdədir. Onda bir zəncir üçün 199 karbohidrat və fosfat arasındakı rabitə, digər zəncir üçün də 199 onda bu ikisini toplayanda 398, düzgün cavab Y variantı olacaq. 8-ci sual. Verilmiş qida zəncirində ikinci dərəcəli konsumentin bədən hüceyrələrinin qurulmasına 8000 kilojoule enerji sərf olub. Bu birinci konsumentdir, bu ikinci konsumentdir. Deməli 8000 kilojoule enerji buradadır. Buna əsasən otun üzərinə düşən günəş enerjisinin, indi gəl baxırıq, və enerjinin keçidi maksimaldır deyil, 20%. O zaman qurbağanın bədəninə keçən enerji çəyirtkənin bədənində olanın 20%-dir. 20% 100'ün 5'dən 1 hissəsidir. 8000'i 5'ə vuranda eləyəcək 40.000. Deməli çəyirtkənin bədənində 40.000 idi. O zaman otun üzərində də bunu 5'ə vurmuş olacağıq. 20, 40.000 yox, 200.000. Amma günəş enerjisini tapmaq üçün 200.000'in yanına 2 dənə də sıfır atanda eləyəcək 20 milyon. 20 milyon günəş enerjisi. Qartalın bədənindən qurulmasına sərf olunan, deməli 20%-i keçəndə bunu da böləcəm 5'ə, 20% keçirsə 5'dən 1 hissəsi keçir deməkdir də. 80'i 5'ə böləndə 16, 1600, bunu da 1600'ü də 5'ə böləndə 320. Deməli birinci günəş enerjisi 20 milyon, qartalın bədəninə keçəndə 320, düzgün cavabımız olacaq A variantı. 9-cu sual. Biraz yığaq ekranı. Aşağıdakı qrafikdə bir məməli heyvanın ana yumurta hüceyrəsinin meyoz bölünmə zamanı bəzi dəyişikliklər göstərilmişdir. Qrafikə əsasən hansı fikir yanlışdır istəyir bizdən? Deməli, sentriol ilə xromosom arasındakı uzaqlıq. Birinci qrafikdə 2 sentriol arasındakı uzaqlıq, ikinci qrafikdə artan istiqamətdə, üçüncü qrafikdə qardaş xromatidlər arasındakı məsafə get-gedə artır deməkdir. Deməli, qardaş xromatidlər bir-birindən uzaqlaşmış olur. İndi yanlışa baxırıq. İkinci qrafikdəki dəyişmə profaza mərhələsində baş vermişdir. Sentriollar arasındakı uzaqlıq artırsa, bu elə profaza mərhələsidir. Çünki sentriollar qütblərə doğru çəkilir, bu olacaq doğru. İkinci qrafikdəki dəyişmənin baş verdiyi fazanın sonunda nüvə qılafı əriyir. Bəli, profazada nüvə qılafı əriyirdi. Üçüncü qrafikdəki dəyişmə anafaza 2-də baş verir. Qardaş xromatidlər ayrılır. Ana yumurta hüceyrənin meyoz bölünməsi dediyinə görə.
Bəli, xromatidlər arasındakı məsafə artırsa, demək anafaza mərhələsidir ki, xromatidlər bir-birlərindən ayrılır. Birinci qrafikdə dəyişmə zamanı homoloji xromosomlar bir-birindən uzaqlaşır. Homoloji xromosomlar uzaqlaşır. Sentriol ilə xromosom arasındakı məsafə demək tərs mütənasib götürür. Sentriol xromosom arasındakı dediyinə görə olar. Bir nömrəli qrafikdə olan telefaza mərhələsindədir. Telefaza 1-də bir-birindən uzaqlaşma deyil də, bu anafaza mərhələsidir. Ona görə yanlış variantımız olacaq Y. 10-cu sual, xarici hüceyrə qılafı qlikokaliksi olan orqanizmlərin sistematikasında hansı kateqoriyadan istifadə edilmir? Qlikokaliksə rast gəlirik yalnız heyvanlarda və bu verilən sistematik kateqoriyalardan sıra yalnız bitkilərdə rast gəlmir. 11. Fotosintezin gedişinə təsir edən amillərdən hansı xaricidir? Bitkidən asılı olmayan səbəblərin hamısı xaricidir. Fermenti, ağızcıqdır, xlorofildir, yarpaq səthidir, yarpağın kutikulasının qalınlığıdır. Bunların hamısı olacaq bitkidən asılı səbəblər daxili. İstifadə edilən su, karbon qazı, temperatur olsun. Bunlar hamısı olacaq xarici amillər. 12. İndi qrafiki elə yerləşdirək ki, bura. Bir polipeptid sintezində iştirak edən mRNT-də 1200 nukleotid vardır. Deməli, 1200-ü bölərəm 3-ə, burada 400 triplet vardır. Amma bu məlumat RNT-nin üzərində 400 triplet varsa, bunun biri stopdur. O zaman 399-u kodlaşan hissəsində olacaq. Və birinci, məlumat RNT-lərin kodon sayını istəyir bizdən. Məlumat RNT-də olan ümumi kodonların sayı 400 triplet olduğuna görə 400 kodon vardır. İştirak edən nəqliyyat RNT-lərinin sayı 399 dənəsi kodlaşdırır, biri kodlaşdırmırsa, o kodlaşdırmayanın nəqliyyat RNT-si yoxdur. İştirak edən nəqliyyat RNT-lərinin sayı 399-dur. İştirak edən amin turşularının sayı, hər nəqliyyat RNT-si bir amin turşu gətirdiyinə görə 399-dur. Sintezdən əmələ gələn suyun sayı 399 amin turşu birləşibsə 398 molekul su əmələ gəlmiş olar. İndi bu verilənləri qrafikdə düzsək, demək 1 400-dür. 2 ilə 3 399-dur. Çünki bu birislərdə aşağı düşür. Ona görə buna baxdım. Bir də 398 də budur. Düzgün variantımız C variantı olacaq. 13. Hansı hərflə azotlu əsas göstərilən guanindir? Guanin ölçücə böyükdür. Ya budur, ya bu olmalıdır. Düzdür? Digərləri deyirlər. İndi digərlərini də təyin edəcək. Amma adenin azotlu əsası üzərində oksigen yoxdur. Deməli, bu adenindir. Burada ise bir dənə oksigen gördüyümə görə bu guanindir. Burada 2 dənə oksigen gördüyümə görə bu timindir. Burada bir dənə oksigen gördüyümə görə sitozindir. Burada da 2 dənə görürəmsə bu da olacaq urasil. Bir dənə guanin, bir oksigeni olan 2 siklik halqadan ibarətdir. 14. Şəkildəki canlı haqqında hansı fikir doğrudur? Çay xərçənginə görə qanı toxuma mayesi ilə qarışmır, qarışır, açıq qan damar sistemidir. İfrazat orqanı qarıncığın sonunda deyil, bığcıqların dibində başda yerləşir. Ürək 2 kameralıdır, yox, kamera deyil. Kisə şəkillidir, tənəffüs orqanı qəlsəmədir. Ürəyində venoz qan olmur, bəli olmur. Kimin açıq qan damar sistemi varsa, ürəyində yalnız arteriyal qan olur. 15. Aşağıdakı nəsl ağacında autosom resessiv bir əlamətin fenotipə malik olan fərdlər rəngli olaraq göstərilib. Yəni, bax, bu kiçik ağlardılar. Bu da kiçik ağlardılar. X ilə göstərilən fərdin homozigot olma ehtimalı neçədir? Bu ata ilə bu ananı, bu ana ilə daha doğrusu bu atanın demək, kiçik ağlara malik övladı dünyaya gəlibsə, o zaman valideynlərin hər ikisi heterozigot imiş ki, kiçik ağlar meydana çıxıb. O zaman bu valideyn fərdin də əgər rəngli təsvir etməyibsə, böyük ya da ola bilər, çünki bu ikisinin görüşməsindən. Böyük ya kiçik ya da ola bilər. Amma bunun övladının resessiv əlamətə malik olduğunu görürəmsə, deməli bu böyüyə kiçik A.
genotipinə malik imiş. O zaman ata da böyüyə kiçiyəymiş. Və böyüyə kiçiyə çarpazlaşmasından böyük ağlar, 2 dənə böyüyə kiçiyə, bir dənə də kiçik ağlar doğur. Bu kiçik ağları burada görürük. Bu X ilə işarə olunan fərdin homozigot olma ehtimalı 3-dən 3 dənə qaldı burada. 3-dən biri, bax bu bir dənə böyük ağlar homozigot olma ehtimalı var. Ona görə variant olacaq D. 16. DNT-nin zülal kodlaşdıran müəyyən bir hissəsi verilmişdir. Bu hissəyə uyğun məlumat RNT əsasında sintez olunan polipeptid zəncirində amin turşu ardıcıllığı necə olar? Hə, demək, məlumat birinci TAS-la başlayır. TAS olacaq AUG. Və AUG-dirsə, bu bunun məlumat RNT-sidir. Bizə verilən yonca yarpağı şəklində olanlar isə nəqliyyat RNT-lərdirlər. O zaman bu AUG-nin qarşılığı olacaq UAS. Deməli, birinci tripletimiz UAS ardıcıllığından gəlir. Dolayısıyla, sizə verilən DNT zəncirindən nəqliyyat RNT-ni axtarırsınızsa, eynisini yazmalısınız, sadəcə timinin əvəzinə urasil qeyd edirik. İndi ikinciyə baxıram. TTS-dirsə, olacaq UUS. İkinci triplet. UUS, bir dəqiqə yazmadım. UAS olacaq P. Birinci P gəldi. İkinci UUSL. Üçüncü GGA-dırsa, elə GGA olaraq qalacaq. Olduğu kimi GGA olaraq qalacaq. Biz də onu axtarırıq. GGA burada R. Dördüncü SST-dirsə, olacaq SSU. Çünki T yoxdur burada. SS olacaq burada T. Və bu da AAT-dirsə AAU-dur. AAU da olacaq K. Sonuncu ATT stopdur. Bura gəlib triplet birləşməz. Düzgün variantımız olacaq Y variantı. 17. Aşağıdakı şəkildə eyni ərazidə yaşayan eyni növ bitkilər yaşadığı ərazinin göl halına gəlməsi nəticəsində fərqliliyin meydana çıxması göstərilmişdir. Başlanğıc vəziyyətdən son vəziyyətə doğru gölün iki tərəfində yaşayan bitkilərin zamanla bir-birindən fərqli olmasına səbəb olan amillər hansılardır? İki qrup arasında gen mübadiləsinin dayanması. Bəli, əgər burada bir təcrid yaranıbsa, bir göl falan yaranıbsa bu ikisinin arasında, deməli bu ikisinin arasında gen mübadiləsinin dayanması baş verər. Gölün əmələ gəlməsi coğrafi təcrid. Bir göl yaranıb coğrafi təcriddir. Qrupların yaşadığı yeni ərazilərdə fərqli böcəklərlə tozlanma. Belə bir şeyin ehtimalı olunması məncə biraz çətin olar. Ona görə 1 və 2 düzgün cavab olar D variantı. 18. Aşağıdakı cədvəldə bir populyasiyada 3 fərqli əlamətin ortaya çıxmasını müəyyən edən allel genlər və allellər arasındakı dominantlıq vəziyyəti verilir. Dominantlığa görə fenotipin təyin olunmasını istəyəcək. Bəli. Fenotip müxtəlifliyidir. Deməli, əgər allel genlər böyük yer, kiçik yer və tam dominantlıq vəziyyətində böyük yer, kiçik yerdən böyükdür. O zaman erlərə görə 2 fenotip meydana çıxacaq. M1 ilə M2-nin arasında bərabər dominantlıq var. O zaman M1 vəziyyətində M1 fenotipi meydana çıxar. M2 vəziyyətində M2 fenotipi meydana çıxar. M1 ilə M2-nin arasında kodominant olduğuna görə, məsələn, M3 deyə fərqli bir fenotip meydana çıxır. Çünki bunların arasında kodominantlıq göstərir. O zaman burada 3 fenotip meydana çıxar. L-lərə baxırıq. L-lər 3-dür və L-lərdən ən böyüyü L1-dir. Bu o deməkdir ki, L1 ilə L1 fenotipi verir. L1 L2 ilə L1 fenotipi verir. L1 L3 ilə yenə də L1 fenotipi verir. Çünki L hamısından böyükdür. L2-lərə baxsaq, L2-lərdən, deməli, L2 ilə L2 fenotipi göstərəcək. L2, L3 ilə yenə də L2 fenotipi göstərəcək. Çünki L2, L3-dən böyükdür. L3 ilə də L3 fenotipi göstərəcək. Yəni, burada L1, L2, L3. 3 dənə fenotip də buradan meydana çıxar. Və bu, bir populyasiyada olduğuna görə 2 vur 3 vur 3, 2 vur 3, 6, 6-nı da 3-ə vuranda 18 dənə buradan fenotip meydana çıxar. 19-cu sual, Homo sapiensə aid bütün sağlam fərdlərdə eyni olur.
Somatik hüceyrəsinin bir nüvəsindəki X cinsi xromosomun sayı qadın və kişiyə görə dəyişir. Qandakı ağ qan hüceyrələrinin sayı yox, hamıda eyni deyil. Bədən kütləsi ölçüsü hamıda eyni deyil. Ürək bitişik iri damarlar əgər sağlamdırsa, bəli, ürək bitişik olan iri 8 dənə damar var idi, hamıda eynidir. Güzeyli qişadakı pigmentlərin sayı canlıdan canlıya dəyişir. 20-ci suala baxırıq. Aşağıdakı qrafikdə demək, bir dəqiqə. Aşağıdakı qrafikdə X və Y dəyişəninin dəyişkənliklərin sistematik vahidlərdən asılı qrafiki verilmişdir. X və Y dəyişkənlikləri ilə əlaqədar aşağıdakılardan hansı yanlışdır? Belə, bir dəqiqə. Sistematik vahidlər növdən aləmə doğru artır. Deməli, X nədirsə artır, Y isə növdən aləmə doğru getdikcə azalır. Canlıların müxtəlifliyi artar. Bu düzgündür. X-də məsələn növdən demək aləmə doğru getdikcə artar. Bənzərlik faizi Y azalar, təbii ki, bu da düzdür. Çünki bənzərlik növə doğru getdikcə artır. X xromosom sayı, X-də demə xromosom sayı artar deyə bilmərik əslində. Zülal oxşarlığı azalır, bəli, çünki aşağı kateqoriyalarda, məsələn, növdə zülal oxşarlığı daha çoxdur, nəinki üzü yuxarıya doğru getdikcə canlıların sayı da artır, bəli, çünki bir çox kateqoriyalar birləşir, burada canlıların sayı da artır. Xromosom sayının artması yanlış göstərilib burada. 21-ci sualla davam eləyək. DNT molekulunun müəyyən bir hissəsində nukleotidlərin cəmini N ilə işarə etsək, bir zəncirində azot əsası karbohidrat, ortofosfat qalıqlarının cəmi nə qədər olar? Deməli, DNT-nin bir nukleotidinin quruluşuna baxdıqda görürük ki, bir azotlu əsas, bir dənə karbohidratı və bir dənə də fosfat turşusu qalığı var. Bir nukleotiddə bunların sayı 3 dənədirsə, cəmləri bir nukleotiddə 3 dənədirsə, n qədər nukleotiddə bunlar nə qədər olar? O zaman n vurulsun 3, yəni 3 n qədər olmuş olacaq. Bir müəyyən bir hissəsində cəmi nə qədər olar deyirdi. 22-yə baxırıq. Bir zəncirində deyirik. Yox. DNT molekulunda bu qədərdir. Bir zəncir sözünü deyirəm, haradasa gördüm də. 3n qədər molekul da olacaq. Bir zəncirində 1,5n qədər olacaq da. Yəni 3n bölünsün 2 qədər. Deyirəm də, bir zəncir sözünü haradasa gördüm, gözümdən yayındı. 22. Zülal molekulunda n sayda amin turşusu olarsa, bu molekulun tərkibindəki amin turşu qalıqlarının radikalsız hissələrində karbon və oksigen atomları arasında cəmi neçə rabitə olar? Mən bir dənə təmiz vərəq açım, bunu buradan başqa bir vərəq üzərindən göstərim. Çünki bilirəm, beşə də göstərmişəm açansa, amma yəni bu belə suallar olanda rəy bölməsindən sonradan çox sual alıram ki, niyə elə olur? Ona görə bir dənə təmiz vərəq üzərindən bu hissəni bir də qeyd edək. Demək, deyir ki, sual necə idi? N sayda amin turşusu varsa, radikalsız hissədə, yəni funksional hissəsində karbon və oksigen atomları arasında cəmi neçə rabitə olar? Tutaq ki, biz çəkirik NH2CH, markerim donur, COOH. Bu bir funksional qrupdur. Bu da bunun radikal hissəsidir. Biz radikalsız hissələrə baxacağıq. Sonra NH, H-ın birini aşağıdan çəkirik. Reaksiyaya girməsi üçün CH, COOH. Bir də radikal çəkirəm yenə. Üstə gəlinsin, üçüncündə çəkirəm yenə NH,
Arçerim incidir məni nəysə. Bir dəqiqə bunu. Demək, məsələn, mən 3 dənəsini çəkdim. 3 dənəsində bilirik ki, bu H-la OH-lar reaksiyaya girib buradan su ayrılacaq. O zaman qalan hissələrə baxırıq. Qalan hissələrimiz karbonla oksigen arasında rabitələri saymalıyıqsa, burada, burada, burada və bir də bu aşağıda OH hissəsində karbonla oksigen arasında rabitə qalır. Yəni 3 dənə amin turşusu çəkmişəmsə 1, 2, 3. 2 dənə olmaqla 6 və bir dənə də buradan biri var 7. O zaman n qədər amin turşusu varsa, n qədər amin turşusu varsa, amin turşularını 2-yə vurub üzərinə 1 gəlməklə hesablamaq olar. Yəni 3 amin turşusu var idisə burada 7 dənə rabitə saydıq, düzdür? Onda 3 amin turşusu 3 vurulsun 2, üstə gəlsin 1 kimi olurdu. Yəni 7 rabitə. 2, 4, 6, bu da 1, 7. Ona görə də burada düzgün cavabımız olacaq düstur olaraq 2n üstə gəlinsin 1 qədər. 23. A üstəgəl B bərabərdir 64 olarsa, sonda əmələ gələn yönəlci cisimciklərdə neçə cinsi xromosom olar? Demək, toxumluğa x qədər, yumurtalığa 4x qədər hüceyrə daxil olub. Aha, toxumluqdan x qədər daxil olubsa, A-nın qiyməti olsun 4x qədər. Çünki bir erkək cinsi hüceyrədən 4 dənə qamet əmələ gəlir. Yumurtalıqdan isə 4 dənədirsə, 4x qədər hüceyrə daxil olubsa, 4x qədər də qamet əmələ gəlir. Yəni yumurtalıqdan birindən bir qamet əmələ gəlir. O zaman A 4x-dir, B də 4x-dir. Bunların cəmi 64-dür. 8x bərabərdir 64, x də bərabərdir 8. Deməli 8 hüceyrə toxumluğa, 4 dəfə 8-in 32 hüceyrə yumurtalığa daxil olub. Və sonda əmələ gələn yönəlci cisimciklərdə neçə cinsi xromosom olar? 1 hüceyrə daxil olanda 3 yönəlci cisimciyə əmələ gəlir. 32 hüceyrə daxil olubsa x də bərabərdir 96 yönəldici cisimciyə əmələ gəlir. Hərəsində də bir dənə x cinsi xromosom olduqda 96 olmuş olacaq. 24. Hüceyrənin hansı strukturun tərkibində ribosoma rast gəlinməz? Ribosoma mitoxondri plastidlərin daxilində rast gəlinər. Endoplazmatikin dənəvərinin membranın üzərində rast gəlinə bilər. Sitoplazmada sərbəst halda rast gəlinə bilər. Amma Golgi aparatında ribosom yoxdur. Buna görə də Golgidə yağ və karbohidrat sintezi gedir, zula sintezi getməz. 25. Nəsil ağacında eyni fenotipə malik olan fərdlər tünd rəngdə verilmişdir. Bu əlamət haqqında hansı fikir doğrudur? Bunu tapacağıq. Demək, Y cinsi xromosomunda yerləşə bilər deyir. Baxıram ki, bu kvadratlar hamısı təsvir olunanlar, amma valideynlərdən biri bu əlaməti daşımır. Əgər Y cinsi xromosomunda olmuş olsaydı, həmin bu işarə etdiyim fərddə də özün bir üzə vermiş olardı. Yəni, bir hamısına uyğun deyil. X cinsi xromosomu ilə ilişik ötürülə bilər deyil, resessiv ötürülür. Bu ola bilər. X-dən ötürülüb ki, oğlanlarda məsələn özün bir üzə verib, çünki bir dənə X cinsi xromosomu var. Məsələn, buradakı qadın böyük A, kiçik A imiş ki, atadan Y-i alıb, anadan kiçik A-nı alıb deyə, məsələn, belə bir xəstə övlad dünyaya gəlib. Digər hallarda da yoxlasanız, yenə X cinsi xromosomda resessiv ötürülə bilir. Hə, bunu ötürdüm mən. Autosom xromosomlarda resessiv ötürülə bilər. Bu halda özün doğruldur. Məsələn, burada kiçik A-lar yazsaq, işarə olunan fərdlərin hər birinə kiçik A-lar yazsaq. Demək, bu birinci ailənin nicahına baxsaq, böyük ya kiçik A imiş ki, hər iki valideyn bunun nicahından kiçik A-lar doğulub. Çünki valideynlərin özündə bu əlamət yoxdur. Deməli, autosom xromosomlarla da ötürülə bilər. O zaman 2 və 3 düzgün cavabımız olacaq A variantı. 26. Klasterdə X-in yerinə Vavilova görə bitkilərin hansı müxtəliflik mənşə mərkəzi yazılmalıdır? Turp, çuğundur, baş soğan, bunlar aid olacaq Aralıq dənizinə. B variantı. Bu arada bir qeyd edim sizin üçün məlumatı. Bitkilərin mənşə mərkəzlərini əzbərləməkdə çətinliyiniz varsa, YouTube kanalımda bununla bağlı çox kiçik bir video var. 4-5 dəqiqəlik videodur.
Amma o videoya baxandan sonra öyrənməməyiniz mümkün deyil. O qədər rahat əzbərləmə yollarını qeyd etmişəm orada. 27. Bir bitkidə iki fərqli orqanoid arasında əlaqə göstərilmişdir. Buna görə maddələrdən hansı yaranış verilmişdir? Demək, mitoxondrdən 1 və 2 nömrəli maddə xloroplasta daxil olur. Xloroplastdan 3, 4 və 5 alınır və onlar mitoxondriyə daxil olur. Məsələn, 1 karbon qazı. Mitoxondri parçalanmadır, karbon qazı ola bilər. 1 karbon qazını verə bilər. 2 sudur, bəli, parçalanmadan su da alına bilər. Suyu da verə bilər mitoxondri. 3 glukozadır. 3 hardadır? Aha, xloroplast glukozanı verir mitoxondriyə ki, ala parçala. Bunu da deyə bilərik, glukoza. 3-ün hazırladığı məhsul glukozadır ki, mitoxondridə parçalanır. Yəni, bunlar hələ ki, doğrudur. 4 ATF. ATF ümumiyyətlə xloroplastın hazırladığı ATF sırf onun özü daxilində sərf olunur. Ona görə də ATF-i mitoxondriyə ötürməz. Elə yanlışım buradadır. 5 oksigendir. Bəli, sərbəst oksigen alına bilir. 28. Aşağıda bəzi amin turşularını kodlaşdıran kodonlar verilmişdir. Verilənlər əsasən kod ardıcılığının hansından sintez olunacaq olan amin turşu ardıcılığı camal şəklində ola bilməz. Camal müəllim öz adını istifadə edib kodlaşmada maraqlıdır. Maraqlı bir üsuldur bu. Ola bilməz deyir. Demək, birinci C AUG, yəni metionin amin turşusudur. Bunun kod ardıcılığı dediyinə görə DNT üzərində olan kod ardıcılığından gedir. Çünki verilənlər kodonlardılar, məlumat RNT-də olanlardılar. Bunun nəqliyyat RNT-də komplementarını axtaracaq. C-nin kodu bir dənədir, AUG. Fikir versəz ki, bütün variantlarda TAS şəklində dediyimiz ingiliscədən daha qəşəng səslənir, touch. Onlar C ilə işarə edirlər. AUG-nin A-nın qarşılığı timin, U-nun qarşılığı adenin, G-nin də qarşılığı sitozin olduqda TAS deyə qeyd olunur. Ona görə C hamısında bu şəkildədir. A-nın kod tripletlərinə baxırıq. A demək, guanin, sitozin, adenindirsə, bu DNT üzərində sitozin, guanin, timin olar. Sitozin, guanin, timin. Məsələn, bu ardıcılıq olur. Və yaxud da sitozin, sitozin, urasildirsə, guanin, guanin, adenin. Guanin, guanin, adenin. Bu şəkildə də olur. Ola bilər ki, A-nın 3-cü kodonu var. Guanin, sitozin, urasildirsə, sitozin, guanin, timin. Sitozin, guanin, timin neymiş? Adenin. Sitozin, guanin, adenin. Məsələn, bu da olur. Sitozin, guanin, urasildirsə, guanin, sitozin, adenin. Guanin, sitozin, adenin. Bu da oldu. Deməli, A-nın kod tripleti sitozin, sitozin, timin kimi gələ bilmədir. Bu olmadı bu variant. M koduna baxırıq. Adenin, adenin, guanindirsə olmalıdır. Timin, timin, sitozin. Olmadığına görə D variantı götürürük də. Biz də yanlış D axtarmalıydıq. Ona görə olacaq D variantı. 29. X-in yerinə yazıla bilər. Yumurta hüceyrəsi tam bölünmür. Sürfə mərhələsi olmur. Tam bölünmür dediyinə görə E vitini çıxıram. Çünki onda tam bölünür. Qurbağanda çıxıram. Çünki qurbağada qeyri-bərabər ölçüdə olsa da tam bölünürdü. Sürfə mərhələsi olmur dediyinə görə may böcəyini çıxıram. May böcəyinin sürfəsi var. Balığı da çıxıram. Onun da sürfəsi var. Variantımız olacaq Y variantı kərtənkələ. 30. Aşağıdakı cədvəldə xüsusiyyətləri verilən X, Y, Z orqanoidləri əlaqəli hansı mütləq doğrudur? X eukaryotdur, ATF sintez edir və nuklein turşusuna sahibdir. Bu mitoxondri də ola bilər, plastidlər də ola bilər. Yəni mütləq birinə aid edə bilmədik. Baxa görə X haqqında nə verir? X orqanoidi mitoxondridir, bunu mütləq deyə bilmirəm. Y-ə baxırıq. Eukaryot və prokaryotlarda var. Əgər bir orqanoiddə həm eukaryot, həm prokaryotda rast gəlirəmsə, bu ribosomdur. Başqa variantı yoxdur. Nuklein turşusuna da sahibdirmi? Sahibdir. Y orqanoidi DNT-yə sahibdir, səhvdir. Y orqanoidi zulal sintezini həyata keçirir. Hə, bunu mütləq deyə bilərəm. Çünki ribosomun işi zulal sintezini həyata keçirməkdir. Z eukaryotlarda var. ATF sintez etmir, nuklein turşusuna malik deyil. Bu digər orqanoidlər ola bilər.
Məsələn, Golgi olsun, endoplazmatik şəbəkə olsun, digərləri də ola bilər. 31. Verilənlərin hansı davam etmə müddəti ən çox olan geoloji erada baş vermişdir? Söhbət Proterozoidən gedir. Proterozoida nə baş verib? Qırdaqlı balıqların yaranması Devon, ilk sürünənlərin meydana çıxması daş kömür, ilk iynəyarpaqların yaranması daş kömür, bitkilərin quruya çıxması Ordovik, ibtidai göbələşlərin yaranması Proterozoi. Ona görə variantımız olacaq Y. 32. Yanlış fikri göstərin. Avstralopiteklər yırtıcı olublarmı? Bəli. Düzənliklərdə yaşayırdılar. Sürü halında yaşayırdılar. Çoxlu növləri var idi ki, onlardan da məsələn, bacarıqlı insana falan başlanğıc veriblər. Orangutan və hippona baş verənlər bunlar parapiteklər idilər. Avstralopiteklər deyildilər. 33. Verilən əlamətlərdən hansını həm mitoz, həm də meyoza aid etmək olar? Xromosom sayının 2 dəfə azalması meyoz, xromosom sayının 2 dəfə artması mitoz, bölünmədən əmələ gələn hüceyrələrin uzun ömürlü olması mitoz, bölünmə vətərlərinin yaranması hər ikisində yaranır, karyokinez nüvə bölünməsinin baş verməsi hər ikisində baş verir, xromatidlərin qütblərə çəkilməsi mitozda var, meyozunda ikinci fazasında olduğuna görə 4, 5, 6 deyə götürəcəyik. 34. Fenilketonuriya autosom xromosomlardakı resessiv allel bir gen ilə meydana çıxandır. Autosom xromosomlardadsa, məsələn, xəstəlik kiçiyə deyə işarə edirik. Bu xəstəlik geninə görə heterozigot olan genotipli ana, yəni böyüyə, kiçiyə və atada heterozigotuymuş. O zaman alacam böyük A'lar, 2 böyüyə, kiçiyə, kiçik A'lar. Bu ikisinin nicahından alınan uşaqlar. Doğulan iki uşağın, ard-arda doğulan iki uşağın xəstə olma ehtimalı. Deməli, burada kiçik A'ların doğulma ehtimalı 4də 1 ehtimaldır. 2 ard-arda doğulan uşağın ehtimalı dedikdə 4də 1-i 4də 1-ə vuracaq, eləcək 16də 1. 3 dənə desəydi, 3 dənəsini vurmuş olacaqdıq. O da 64də 1 ehtimalla eləyərdi. Əgər elə olsaydım. 35. Müəyyən bir bitkidə qısa ölçülü yarpağa malik fərdlərlə uzun ölçülü yarpağa malik fərdlərin hibridi orta yarpaqdır. Demək, burada qısa yarpaqlılıq geni resessivdir, uzun yarpaqlılıq geni dominantdır. Əslində şərtdə qeyd olunmalıdır, uzun ölçülü olsun. Və bu ikisinin natamam dominantlıq olduğuna görə orta yarpaq ölçüsü meydana çıxır. Və bizə deyir ki, kalkulatorumu götürüm mən bir dəqiqə. Hə. Və bizə deyir ki, demək 3600 fərdin 324-ü qısa ölçülüdür. O zaman kiçik A-lar bərabərdir. 324 bölünsün 3600. Bu görün neyir bu? 324 bölünsün 3600. Aha, bu da eləyəcək 0,9. Biz kiçik A-ların rast gəlmə tezliyini tapırıq. Kiçik A vurulsun kiçik A bərabərdir 0,9 deməkdir. Kök altına salsaq kiçik A 0,3, böyük A geni o zaman 0,7 olacaq. İkisinin cəmi 1-ə bərabər olmalıdır. Bizə deyir ki, orta ölçülü yarpağa malik olan fərdlər. Orta ölçülülər heterozigot formada üzə çıxmalıdırlar. Çünki natamam dominantlıq var. Heterozigotların da qarşısına 2 yazarıq. 2 vurulsun 0,7 vur 0,3. Bu derece 7 vur 3, 21, 21 də 2'ye vuranda 42 faizlə alınır. Və 42 faizi 3600'ün 42'sini taparaq. 3600 vur 42 böl 100, 1512. Düzgün cavabımız olacaq. Yəni bunu da hesab yolunu yazın. 3600 vur 42 böl 100 bərabərdir 1512. Fərd alınır. 36. Cədvələ əsasən X, Y, Z, K ifadəsinin qiymətini hesablayaq. Down sindromunun autosom xromosomlarında artım var. 21-ci cütdə artır deyə autosom xromosomu 45-dir. Və oğlan uşağıdır deyə X cinsi xromosomun sayı 1 dənədir. Klinefelter sindromunda isə onlarda cinsi trisomiya baş verir. XXY olurdu, amma autosom xromosomlarının sayı 44 olaraq qalırdı. XXY olduğuna görə burada X cinsi xromosomun sayı 2-dir.
45 ilə 44-ü toplayanda 49, bu da 1, ne? 89, 90, 92. Bunların hamısını cəmini toplasaq 92 olmuş olacaq. Diploid canlının 4 somatik hüceyrəsində və 2 qametində olan xromosomların sayının cəmi n-ə bərabərdir. Diploid verir 2n deməkdir. 2n o deməkdir ki, bunun qarşısında 2 dayanır. 2 cinsi xromosomu var. Yəni, hər xromosomundan 2 dənədir ki, 2 dənəsi də cinsi xromosom olacaq. 4 somatik hüceyrədə 4 vurulsun 2, 8 qədər. 2 dənə qametdə, qameti n deyə işarə edirik. N-in qarşısı 1-dir. O deməkdir ki, qametində 1 dənə cinsi xromosom var. O zaman 2 dənə qametdə 2 vurulsun 1, 2 dənə də cinsi xromosom olacaq. Demək 8, bu da 2. Cəmi 10 dənə cinsi xromosom olur. Ümumi xromosom sayı n-dirsə, 10 dənə cinsi xromosomu çıxmaqla n çıxılsın 10, yerdə qalan xromosomları olacaq autosom xromosomlar. 38. Biokimyəvi təkamül fərziyyəsinə görə yer üzərində həyatın əmələ gəlməsi yolunda 3-cü mərhələ. Müasir tədqiqatlar əsasən həyatın əmələ gəlməsində 3 pillə var idi ki, bunun da 3-cüsü özünü törətmə qabiliyyəti olan DNT-nin meydana çıxması və mutasiya nəticəsində genetik müxtəlifliyin yaranması. Ona görə düzgün cavabımız olacaq C. 39. Qan qrupları A0, RH müsbət kişi, A, B, RH müsbət qadın var. Bunlar ailə qrupları. Kişinin anası rezusa görə mənfi olub. Kişinin özü müsbətdir. Anası mənfi olub. Deməli, atası müsbət olub ki, mütləq anasından bu kişi mənfi geni alıb. O zaman kişinin genotipi böyük R, kiçik R'dir. Rezusa görə heterozigot müsbətdir. Qadının rezus faktoruna görə atası müsbət, anası mənfi olub. Qadının da anası mənfi, atası müsbət olub. Anadan mütləq mənfi geni alıb qadın, amma özü müsbət olduğuna görə müsbət heterozigotdur. Bu qadın və kişinin nicahından dünyaya gələn övladların neçə faizi fenotipcə müsbət olar? Yəni, böyük yer kiçik yerlə böyük yer kiçik yer çarpazlaşdırdıqda böyük yerlər, 2 dənə böyük yer, kiçik yerlər alınır. Müsbət olanlar, baxın, bu 4 dənədən 3-ü müsbətdir. Bunu da 100%-ə vursaq, eləyəcək 75%. Yəni, 4-də 3-ü 75%-i müsbətdir. Və sonuncu sual, uyğunluğu müəyyən edin deyir bizə. Stabilləşdirici, hərəkət verici və disruptiv seçməyə aid olan bənd istəyir. Deməli, növ üçün səciyyəvi əlamətin orta göstəricisindən kənarlaşan fərdlər çıxdaş edilir. Orta göstəricidən kənarlar çıxdaş edilirsə, məsələn, bu seçmə kənarlardan təsir edir. Sırf orta həddin özünü saxlayır deməkdir. Deməli, bu stabilləşdirici seçmədir. Dəyişən mühit şəraitində yeni əlamətlər meydana çıxır. Hərəkət verici seçmə və yaxud da Darwin seçməsi də deyilir. Bir-birindən fərqlənən bir neçə formanın yaranmasına və yaxud da polimorfizmə deyirik səbəb olur. Bu da olacaq disruptiv və yaxud da Singer seçməsi.